Salam əziz şagirdlər, bugün sizinlə OTK-nın 9-cu sinif üçün olan sınav imtahanına baxaq birlikdə. 31-ci sualda bizə deyir ki, AB kvadratı kiçikdir sıfırdan. Bilirik ki, B-nin istər işarəsi mənfi olsun, istər müsbət olsun. Kvadrat nə verir? 3 dərəcədə müsbət. Əgər yekun cavabımız mənfi alınıbdırsa, deməli A mənfiymiş. BC bərabərdir sıfıra. Əgər burada B 0 olsaydı, birinci ifadədə də sıfıra bərabərlik olardı. Yoxdur deyə, deməli burada nəyin qiymətiymiş? 0 olan C-nin. A kvadratı vurulsun B böyükdür sıfırdan. Biz bildik ki, artıq A mənfidir. A-nın yerinə burada mənfi yazsaq, kvadrat eləyir müsbət. Müsbəti nəyə vursaq? Yekun cavabımız böyük sıfır nə deməkdir? Müsbət deməkdir. Müsbəti nəyə vursaq müsbət eləyər? Müsbətə. Deməli, A mənfiymiş, yəni ən balacadır. C sıfırdan, C də kiçikdir B-dən müsbətə də olduğu üçün. Yəni, yekun cavabımız C variantı. Otuz ikinci sual. Rəqəmləri müxtəlif olan ən böyük rəqəmli ədəddir. Rəqəmlərin müxtəlif olan ən böyük rəqəmli ədəd deməli yazmalıyıq. 9-dan başlayırıq. 9, 8. Ancaq bizə deyir 3 rəqəmli cüt ədəd. Deməli 986. Bu ədədin 9-a bölünməsindən alınan qalağı istəyir bizə. Bölürük 9-a. 9-un içində 9. Bir dəfə. 9-dan 9 çıxsaq 0. 8-i indi 0-ın içində 9 yox deyə 8-i indiririk. 8-in içində də olmadığı üçün 0 ataq. 86-nın içində 9, 9 dəfəm 81. Qalığımız oldu nə? 5. Yəni D variantı. Baxaq 33-cü suala. Deməli, 33-cü sualda deyir. ABC üçbucağında bir dənə ABC üçbucağı çəkək. ABC. BC tərəfi üzərində bir D nöqtəsi qeyd olunubdur. AD parçası deməli deyir ki, bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası. Yəni, bu A ilə D-ni birləşdirsək, bu AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirir. Və BH hündürlüyü ilə K nöqtəsində kəsişir. Buradan BH hündürlüyünü çəksək, bu da olsun BH hündürlüyümüz. Deməli, bilirik ki, bərabər tərəfli üçbucaqda hündürlük həm median, həm də tən böləndir. Yəni, bərabər tərəfli üçbucağın bütün bucaqları da 60 olduğu üçün tən bölən onu nəyə ayırır? 30, 30 ayırır da. Bizdən də istəyir K, A, K, B bucağını. AKB üçbucağının görürük ki, bucaqları 20 və 30-dur. Digər bucağı tapmaq üçün nə edirik? 180-dən 20-nin 30-un cəmini, yəni 50-ni çıxırıq. Qalır neçə? 130 dərəcə. Yəni B variantı. Aha, 34-cü sualda bizə deyilir, yan tərəfi 5 olan bərabər yanlı trapeziyanın oturacaqları 6 və 12-dir. Bir dənə trapeziya çəkək. Aha. Yan tərəfi 5-dir. Bərabər yanlı trapeziyadır. Bu arada yadımızda saxlayaq bunu da. Oturacaqları 6-dır, 12-dir. Bizdən trapeziyanın hündürlüyünü istəyir. Yəni, trapeziyanın hündürlüyünü çəkək. Aha. Bu da olsun hündürlüyümüz. Elə bizdən hündürlüyün uzunluğunu istəyir. Bilirik ki, bərabər yanlı trapeziyada, bax bu balaca hissəyə x desəm,
Bu x-i nətər tapırıq bərabər yanı trapesiya üçün? Oturacaqların fərqinin yarısına bərabərdir. Yəni x bərabərdir 12 çıx 6 böl 2-yə. Bu da bərabərdir. 12-dən 6 çıxsaq 6, 2-yə də bölsək 3. X-i tapmış olduq 3. Bəs hündürlüyü hardan tapaq? Pifaqordan tapa bilərik. H-ın kvadratı bərabərdir 5-in kvadratı, yəni 25 çıx 3-ün kvadratı 9 eləyir neçə? 16. H kvadrat 16-dırsa, H da uzunluq olduğu üçün müsbət 4-ə bərabərdir. Baxaq növbəti sualımıza. Deyir, anın hansı qiymətinin müsbət qiymətində kəsrin mənası yoxdur. Bilirik ki, kəsrin sürəti 0 olarsa, qiyməti 0-a bərabərdir. Əgər yox, məxrəci 0 olarsa, bu zaman kəsrin mənası yoxdur. Deməli, bizdən mənasının olmadığını soruşursa, nə yazmalıyıq? Məxrəci bərabər eləməliyik 0-a, yəni a kvadratı çıxaq 2a ifadəsini bərabər eləyik 0-a. Hər tərəfdən a-nı ortaq vuruq alsaq, a minus 2 bərabərdir 0-a. A-da hasil nə zaman 0 olur? Vuruqlar aralıqda 0 olarsa, a1 bərabər 0, a çıxaq 2 bərabərdir 0-a, a2 də bərabərdir nəyə? 2-yə. Bizdən a-nın hansı müsbət qiymətində istəyir? 2 qiymətində. 36-cı sualımız deyir, radiusu 8 olan çevrənin uzunluğunu tapın. Bilirik ki, çevrənin uzunluq düsturu c bərabərdir 2 pi r ilə tapılır. Radiusumuz əgər 8-dirsə, onda 2 vuraq, 8 vuraq pi, yəni 16 pi doğru cavabımız olur C variantı. Baxaq 37-ci sualımıza. Fərqi 46 olan qonşu bucaqlardan kiçiyini tapın. Deməli, fərqi 46-dırsa, bilirik ki, qonşu bucaqlar haqqında nə bilirik? Tutaq ki, bu olsun alfa, bu olsun beta. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Yazırıq, alfa plus beta bərabərdir nəyə? 180-ə. Qonşu bucaqların fərqi neçə dərəcədir? 46-da özü veribdir. Betanı böyüklə götürmüşük deyə, beta çıxaq alfa bərabərdir. Yəni, kör bucaq şəkildə beta deyə, ona görə belə yazdıq. 46-ya. Sistem tənliyi alsaq, tərəf-tərəfə toplasaq, alfalar gedər. 2 beta bərabərdir 226-ya. Beta bərabərdir nəyə? 113-ə. Betanı tapdıq. Bizdən nə istəyir? Ancaq kiçik bucağı istəyir. Beta 113-dürsə, 180-dən də 113-ünü götürərik. Yəni, alfanın payına qalar nə? 67 dərəcə yekun cavabımız olar. Baxaq növbəti sualımıza. Fərq azalandan A vahid kiçik olarsa çıxılanı tapın. Bu 38-ci sualdır. Fərq azalandan yazaq. Çıxmanın komponentlərini əvvəlcə yazaq. Azalan, çıxılan, fərq. Çıxılanı nətər taparıq biz? Çıxılan nəyə bərabər idi? Azalan, çıx, fərq. Yəni, bizə də deyir ki, fərq azalandan A vahid kiçikdir. Elə deməli, fərq azalandan neçə vahid kiçikdirsə, o çıxılanın qiymətidir də. Bizdən də elə çıxılanı istəyir A. Yəni, Y variantı. Otuz 9-cu sual. Bizə deyir ki, çox ədlisini vuruqlara ayırın. Gəlin ayıraq. 64 x üstü 6. Belə buradaca bu 64 x üstü 6-nın əvəzinə nə yazıram? 64 4-ün kubudur. X üstü 6 x kvadratının kubudur. Çıxaq 27 3-ün kubudur. Y kubu y-in kubudur. Bu bizə nə verir? Kublar fərqinin açılışı. Kublar fərqinin açılışı nətər idi? Birinci mötərizədə özlərinin fərqi. Yəni 4x kvadratı çıxaq 3y. İkinci mötərizədən natamam kvadratlar cəmi. Yəni 4x kvadratının kvadratı nə elədir? 16x üstü 4 üstə gəl. Hasilləri 12x kvadratı y
Üstə gəl 3y kvadratın kvadratı 9y, daha doğrusu 3y'in kvadratı 9y kvadratı. Doğru variantımız oldu C bəndi. 40-cı sual sadə sualdır. Bizə deyir, deməli, A kubu vur, A üstü -1. Bilirik ki, bu əsaslara yönələn qüvvətlərin hasilidir. Əsas qalır, qüvvət üstləri toplanır. 3-dən -1 toplayanda -2-nin kubu vurulsun A üstü 4-ə. O da bərabərdir. A kvadratının kubu neçə elədir? A üstü 6, vuraq A üstü 4. Yenə əsaslara eyni olan qüvvətlərin hasildə əsas qalır, qüvvət üstləri toplanır, yəni A üstü 10. B bəndi. Birinci suala baxaq. A və B çoxluqları üçün bizə deyir ki, A çoxluğunun elementlərini verib, B çoxluğunun elementlərini verib, N A kəsişir B-yə. Əvvəlcə deyək, bu yazılış nə deməkdir? Bu kəsişmədir. N qarşısında verildikdə, yəni bizdən sayını istəyir. A və B-nin kəsişməsinin sayı. Bilirik ki, çoxluqların kəsişməsi ortaq elementlərindən təşkil olmuş çoxluqdur. Yəni, hər ikisində iştirak edən elementlər 5, 6, 7. Yəni, N A kəsişir B nəyə bərabərdir? 3-ə. 42-ci sual. Bu ifadədə vurğu kök işarəsi altından çıxarın deyir bizə. Gəlin çıxaraq. Baxırıq ki, mötərizənin kökün dərəcəsi cütdür, ancaq kök altı ifadədə bir dənə mənfi durubdur. Deməli, bu A-nın özü nə tərəddəymiş? Mənfi imiş ki, bu kökün altdakı mənfi işarə qala bilibdir. 32-nin əvəzinə yazaq. Kök altdan mənfi dursun. 32-nin əvəzinə 2 vuraq 16 yaza bilərik. A kubunun əvəzinə də A kvadratı vuraq A yazarıq. Bərabərdir. 16-dan çölə 4 çıxar. A kvadratından kökdən çölə A çıxar. Kökün altında qalar mənfi 2A. Yəni B variantı. Baxaq növbəti sualımıza. 43. Meyvə qurudulduqda öz kütləsinin 60%-ni itirir. Deməli, 60%-ni itirirsə nə qədər qalır? 40%. Bütün faizimiz 100-dür. 60-ını itirirsə 40-ı qalır. 12 kiloqram meyvə qurusu almaq üçün nə qədər təzə meyvə götürmək lazımdır? Deməli, faizi verib bizə, quruyandan sonrakını verib 12 kiloqramı veribdir. Yəni, qurumuş meyvəni verib, bizdən təzə meyvəni istəyir. Deməli, bu nədir? Faizinə görə ədədin tapılması. X bərabərdir. 12-ni vururuq 100-ə, bölürük 40-a. Sıfırlar getsə, 12 ilə 4 getsə, 30 kiloqram bizim yekun cavabımız olar. Yəni, A bəndi. 46-cı suala baxaq. A kvadratı çıx 16. 16-nın əvəzinə 4-ün kvadratı yaza bilərik. A plus 4-ün mötərizə kvadratı məxrəcdədir. Vuraq. 4 plus A, məxrəcdə də 8 çıx 2A. Bu 8 çıx 2A-dan 2-nin ortaq vuraq ala bilərikmi? Nə qalar? 4 çıx A. Bərabərdir. Sürətdə kvadratlar fərqi yaza bilərik. A minus 4, A plus 4. Məxrəcdə A plus 4-ün kvadratı qalsın. Vuraq. 4 plus A. Burada 4 minus A-dır. Bunun mənfini qabağa verib belə yaza bilərik də. Mənfini çıxardaq çölə. Mənfi 2 A minus 4 yazaq ki, qoy ixtisarımız rahat geçsin. A minus 4-lər gedər, A plus 4-lər gedər. Yerdə nə qalar? Yekunda mənfi 2-də 1, yəni mənfi 0,5. D variantı. Baxaq növbəti sualımıza. 45-ci sual bizə nə deyir? 0 tam dövrdü 3. Dövrdü 3-ü atsaq, bilirik ki, bu nə deməkdir? 9, dövrdəkinin sayı qədər məxrəcə 9 yazırdıq. Yəni 9-da 3. Üstə gələk. 1 tam dövrdü 3. Yenə 1 tam 9-da 3. Üstə gələk. 2 tam dövrdü 3. Yəni 2 tam 9-da 3. Bərabərdir. 9-da 3-lər ixtisar getsə burada 3-də 1.
Yenə 3-lər ixtisar getsə 3-də 1, ixtisar getsə 3-də 1 qalar. Yekunda aldıq 3-də 1, üstə gələk 1 tam 3-də 1, üstə gələk 2 tam 3-də 1. Bilirik ki, tamlar 1 toplanır 3 tam, kəsir hissələri 1 toplayırıq 3-də 3. Yəni bu da bizə 1 verdiyi üçün üçüncüsünə də 1 gəlirik. Cavabımız olur neçə? 4. B variantı. 46. Tərəfləri deməli 4, 6 olan paralleloqramın perimetri tərəfi A olan rombun perimetrinə bərabər olarsa. Deməli, bizə bir dənə paralleloqram veribdir, bir dənə də kvadrat deyir. Nömrəmizdə yazaq, 46-cı sual. Paralleloqramın tərəfləri 4, 6-dırsa, gəlin perimetrini hesablayaq. 2 vurulsun A plus B, yəni 4 üstə gəl 6. 4 ilə 6-nı toplasaq 10, 2-yə vursaq 20. İndi bizdən nə istəyir? Kvadratın tərəfini. Biz də bilirik ki, deyir paralleloqramın perimetri kvadratın perimetrinə bərabərdir. Deməli, bu kvadrat üçün perimetri nəyə bərabərdir? 20-yə. Kvadratın perimetri düsturu 4-ə bərabərdir 20-yə. A da bərabərdir nəyə? 5-ə. Tapmış oluruq. Baxaq növbəti sualımıza, yəni 47-ci sual. Bu ifadənin bizdən qiymətini hesablamağı istəyir. Baxırıq ki, yuxarı nədir? Kvadratlar fərqidir. Deməli, əvvəlcə gəlin bu kvadratlar fərqini açaq. Nə yazırıq? 2026, 2026 çıx 2025. Bir dəfə də 2026 üstə gəl 2025. Üstə gəl 2025. Məxrəcdə də 4051 qalsın. Üstə gələk, üstə gəl. Deməli, 2025 çıx 2024, bir dəfə də 2025 üstə gəl 2024. 2025-dən çıxaq 2024-ü, bir dəfə də 2025-lə toplayaq 2024-ü. Məxrəcdə də 40049 qalsın. Bərabərdir. Deməli, 2026-dan 2025-i çıxsaq eləyər 1. Toplasaq eləyər 40051. Yəni, məxrəcdən gedər. 2025-dən 2024-ü çıxsaq cavabımız olar 1. 2025-dən 2024 toplasaq alaraq 40049. Yəni, məxrəcdən ixtisar gedər. Yekun cavabımız oldu 1 üstə gəl 1, yəni 2. Baxaq növbəti sualımıza. Mərkəzi O nöqtəsində olan çevrədə AT toxunandır, AD isə kəsəndir. Deməli, çevrənin bir dənə toxunanı verilibdir, bir dənə də kəsəni. Biz də toxunan kəsənə görə əslində sizə düstur vermişik. Gəlin belə bir şey çəkək. Deməli, AT toxunandır. AT. Bura nədir? C nöqtəsidir. Burada D nöqtəsidir. Bu da çevrənin mərkəzi O nöqtəsi. İndi bizə deyir ki, deməli, AT toxunandır, AD kəsəndir. AC-ni verib 4. AC. Buradan bura qədər 4-dür. Sonra CD-ni veribdir 5. CD 5-dir. AT toxunanın uzunluğunu istəyir bizdən. AT-yə də DX. Biz düstur bilirik ki, toxunanın kvadratı bərabərdir. AC vurulsun bütöv, yəni AD-yə. AT-nin kvadratı bərabərdir. AT kvadratı bərabərdir. AC-nin yerinə yazırıq 4. Bəs AD-ni nətər tapırıq? 4 burada, 5 buradırsa bütövümüz nə olur? 9. 4 dəfə 9 neçə elədi? 36. AT kvadratı 36-dırsa, AT bərabərdir nəyə? 6-ya. Bizdən də AT-ni istəyirdi. Gəlin baxaq 49-cu suala. 3x çıxaq 2y, deməli, bərabərdir 12-yə. Tənliklər sistemidir, sadə tənliklər sistemidir. 3x çıx 2y bərabərdir 12.
2x üstə gəl 3y bərabərdir mənfi 5-ə. Deməli, gəlin y-i itirək. Y-i itirmək üçün baxırıq ki, burada y-in əmsalı mənfi 2-dir, burada 3-dür. İkisinin də bölündüyü ədəd 6 olduğu üçün buranı 3-ə vuraq, buranı da 2-yə vuraq ki, əmsalları bərabərləşdirək. 3 dəfə 3-ümüz 9x, hər bir hədd vururuq. Çıx 6y bərabərdir. 12-ni 3-ə vursaq 36-ya. 4x üstə gələk 6y bərabərdir. 2-ni mənfi 5-ə vursaq mənfi 10 alarıq. Mənfi 10 aldıq. Gəlin tənlər sistemini həll eləyək. Tərəf-tərəfə toplasaq y-lər gedər. 13x bərabərdir 26-ya. X də bərabərdir 2 almış oluruq. X-ə tapdıq 2. Gətirək birinci tənliyimizdə yerinə yazaq. Y hesablayaq. 2-ni 3-ə vursaq 6 çıxaq 2y bərabərdir 12-yə. 2y bərabərdir azalandan fərqi çıxırıq. 6-dan 12-ni çıxsaq mənfi 6-ya. Hər tərəfdə 2-yə bölsək y də bərabərdir mənfi 3-ə. İndi bizdən istəyir x çıx y. X-in yerinə yazırıq 2 çıx. Y-in yerinə yazırıq mənfi 3. Mənfi mənfini müsbət elədi. Nə qaldı? Bərabərdir 2 üstə gələk 3, yəni 5. Baxaq 50-ci suala. Bizə deyir ki, 50-ci sualda n bərabərdir 0,25-ə, yəni 4-də 1-ə. Yəni kəsimlə yazaq. 256 nə deməkdir? 4 üstü 4 demək deyilmi? 16-ın kvadratıdır, yəni 4 üstü 4. Onda bunu belə yaza bilərik. 4 üstü 4-ün 4 üstü 4-ün üstü 3-i. Üstə gələk. 4 üstü mənfi 2 bərabərdir. 4 üstü 4 üstü 3 nə verir bizə? 4 üstü 12 m. Üstə gələk. 4 üstü mənfi 2 m bərabərdir. Gəlin eləyimin qiymətini birbaşa yerinə yazaq. Alarıq nə? 4 üstü 12 vuraq 4-də 1. Üstə gələk. 4 üstü mənfi 2 vuraq 4-də 1. Bu da bərabərdir. 12 ilə 4 gedər, burada qalar 3. 4 üstü 3 eləyər 64. Bu mənfi qüvvət tərs çevirir. 4-də 1-in üstü nə qalır? 2-də 1. Üstə gələk. 4-də 1-in üstü 2-də 1. Biz də bilirik ki, 64 üstə gələk. Bu 2-də 1 nə deməkdir? Kökün altına keçmək deməkdir də. Deməli, 4-də 1 üstü 2-də 1, yəni kök altda 4-də 1 deməkdir. Kökdə 4-də 1-dən sonra nə çıxır? 2-də 1. 64-ün üstünə də 2-də 1-i gəlmək, yəni 0,5-i gəlmək deməkdir. Bu da eləyir nə? 64,5. Bizim yekun cavabımız olur. Baxaq 51-ci suala. Bizə deyir ki, 51-ci sualda A bölünsün B bərabərdir 5-də 3 olarsa. Çarpaz vurufda yaza bilərik, ya da belə deyə bilərik. A ilə 3 mütənasibdir. B ilə 5, yəni A-nın əvəzinə biz deyə bilərik 3K, B-nin əvəzinə deyə bilərik 5K. Gətirək verilmiş ifadədə yerinə yazaq, hesablayaq. Bizə deyir B-ni böl, B minus A-ya. Bərabərdir. B-ni yerinə yazıram nə? 5K. B-ni yerinə yazıram 5K, çıx 3K. Bərabərdir. 5K böl 2K, K'lar da getsə nə qalır? 2,5. Baxaq 52-ci suala. ABCD rombunda A bucağını verib, C bucağını verib. Bilirik ki, rombun qarşı bucaqları bir-birinə bərabərdir. ABD bucağını istəyir bizdən. ABD də bilirik, BD diagonaldırsa bucağın tən böləndir. Yəni, B bucağını tapıb yarıya bölsək, ABD-ni tapmış olarıq. Əgər rombun bucaqları da bir-birinə bərabərdirsə, biz A ilə C-nin qarşı bucaqları bir-birinə bərabər olduğu üçün A ilə C-nin ifadəsini bir-birinə bərabər götürə bilərik.
Yəni 3x minus 10 bərabərdir. 2x plus 10'a yaza bilərik. X-ları bir tərəfə yığsaq, bu üzə keçəndə işarə mənfi olur. 3x-dan 2x çıxsaq x, 10'u bu üzə keçirsəm müsbət olur 20. X-a tapdım 20. Onda A bucağı nə olur? 3 vur 20 çıx 10. Yəni 60'dan 10 çıxsam 50. A bucağı 50-dirsə B bucağından A bucağının cəmi neçə dərəcədir? Onda bir tərəfə bitişiklərin cəmi 180-dir. 180-dən 50-ni götürərəm, qalır neçə? 130. Əgər B bucağı 130-sa, ABD bucağı bunun yarısına, yəni 65'ə bərabərdir. Baxaq növbəti sualımıza. Bizə deyir ki, ABC düzbucaqlı üçbucağı AC tərəfi üzərində D nöqtəsi götürülmüşdür. Bir dənə düzbucaqlı üçbucaq. Bu olsun A, B, C'miz. C bucağı 90 dərəcədir. Bizə deyir ki, BD bu da olsun D. BD düz xətt çəkiblər. Buradan bir dənə. AC tərəf üzərində D nöqtəsi götürülmüşdür. Götürdük D nöqtəsini. AB'nin uzunluğu 11'dir. AB'yə yazaq 11. BC'nin uzunluğu kök altda 21'dir. Kök altda 21. Bu düzbucaqlı üçbucağın bildiyimiz kimi katetlərdir. Deməli biz buradan Pifaqordan AC'ni tapa bilərik. AC'nin kvadratı bərabərdir 11'in kvadratı, yəni 121 çıxaq BC'nin kvadratı. Yəni kökdə 21'in kvadratı 21. Bu da eləsin nə? 100. Deməli AC nəyə bərabərdir? 10'a. AC'nin uzunluğunu tapdıq 10. Baxaq görək bizə A nəyə verib. AD'nin də veribdir 8. Əgər AC'nin uzunluğu 10'da, AD 8'dirsə, CD'nin uzunluğuna neçə qalır? 2. Bizdən də yəqin ki, BD'nin uzunluğunu istəyir. BD'nin uzunluğunu x desək, yenə Pifaqordan x kvadratı nəyə bərabərdir? Katetlərin kvadratları cəmi. Katetimizin biri kökdə 21'dir, biri 2'dir. 2'nin kvadratı 4. Kökdə 21'in kvadratı 21. Yekun cavabımız eləyər 25. X kvadratı 25'dirsə, X-in özü nəyə bərabərdir? 5'ə bərabərdir. Baxaq növbəti sualımıza. Deyir ki, ABC çoxluqları ilk 120 natural ədəddən deməli, uyğun olaraq 3, 4 və 5'ə qalxısız bölünən natural ədədlər çoxluğu olarsa. Gəlin ABC çoxluqlarından görək, bizə bu verdiyi ştrixlənmiş hissə nəyi göstərir? Əvvəlcə ABC-ni çəkək. Biz bilirik ki, bax, bu A-dır, bu B-dir, bu da C çoxluğudursa, bilirik ki, bax, bu ştrixlənmiş hissə nəyi göstərir? A ilə B-nin ortaqlarından, deməli, ştrixlənmiş bərabərdir. Belə yazaq da, ştrix bərabərdir. A ilə B-nin kəsişməsindən nəyi götürüblər? Üçünün də kəsişmə ortaq hissəsini. A-nın, B-nin, C-nin kəsişməsini. Deməli, biz əvvəlcə gəlin A ilə B-nin kəsişməsini tapaq. A ilə B-nin kəsişməsi nə deməkdir? A 3'ə bölünənlərdir. B 4'ə bölünənlərdir, C 5'ə. A ilə B-nin kəsişməsi deyəndə 3'ə və 4'ə bölünən 120'yə kimi bizdən istəyir. Demək istəyir ki, neçə dənə natural ədəd var. Bunu da biz nətər tapırdıq? 3'ə və 4'ə bölünən, yəni hər ikisini eyni zamanda bölünən 12'yə bölünən ədəd istəyir bizdən. Tapmaq üçün, deməli, 12'yə bölünən ən balaca ədədimiz neçə idi? 12, ən böyüyü 120. Ədəd hisslə də belə bir düsturumuz var. Böyük ədəddən 12'yə bölünən böyük ədəddən, yəni 120'dən çıxırıq kiçiyi 12'ni bölürük aralarındakı fərqə, yəni bizə 12 lazımdır, üstünə gəlirik 1'i. Bərabərdir. 12'dən çıxdıq, 120'dən çıxdıq 12'sini 108, 12'yə bölsək
9 üstünə də 1, 10. Deməli, 120-yə qədər 12-yə bölünən 10 dənə ədəd var. Bunu tapdıq. Bu 10 dənə bizim B ilə C-nin kəsişməsidir. Bunun qiyməti də 10. Çıxaq. İndi hər üçünə bölünən ədəd. Hər üçü deyəndə 3, 4, 5-ə bölünən ədəd, yəni 60-a bölünən nəzərdə tuturuq. 120-yə kimi 60-a bölünən neçə dənə ədəd var? Biri 60-dır, biri də elə 120-nin özüdür, 2 dənədir. 10 dənədən 2 dənəsini çıxsaq qalar nə? 8 dənə. Yəni, 3-cü olur nə? 8. Baxaq, 55-ci, yəni sonuncu sualımıza. Cəmi 77 olan 3 ədəddən ikincisi birincisindən 3 dəfə böyükdür. Deməli, 3 ədəd verib bizə. Birinci ədəd, bu ikinci ədədimiz, bu da üçüncü ədədimiz olsun. Bizə deyir ki, birinci ədəd, ikinci ədəd birincidən 3 dəfə böyükdür. 2 birincidən. Deməli, birinciyə desək ki, x, ikinci ədədim nə olacaq? 3 dəfə böyükdürsə 3x. Üçüncüdən isə 7 vahid kiçikdir. Əgər ikinci, üçüncüdən 7 vahid kiçikdirsə, onda tərsinə üçüncü ikincidən 7 vahid böyükdür. 3x-dan 7 vahid böyüyü nətər göstərir? 3x plus 7 şəklində. Bilirik ki, bunların cəmində bizə neçə verib? 77 yazaq. X üstə gələk, 3x üstə gələk, 3x plus 7 bərabərdir nəyə? 77-yə. X, 3x, 4x, üstünə də 3x gəlsəm 7x bərabərdir. 7-ni bərabərliyin digər tərəfinə keçirsə işarəsi mənfi olar. 77-dən 7 çıxsaq 70. X də bərabərdir 10-a. X-i tapdıq. Deməli, kiçik ədədimiz 10 imiş. İkinci ədədimiz 30 imiş. Üçüncü ədədimiz 37 imiş. Bizdən görək nə istəyir? Bizə deyir ki, bu ədədlərin hasilini tapın. Yəni, 10 vuraq 30, vuraq 37. Bərabərdir. 10-u 30-a vursam 300, 300-ü 37-yə vursam, deməli 111, dalında da 2 0. Bu qədər. Sağ olun.